gəlini bu gətirdi. Özü bu qanim öyünə gətirdi. Orada yaxşı yemək, içmək, hər şey qoydular burada, bax. Burada yedilər. Qaçırtdı. Qaçırtdı, intihas adamların getdi. Öz razılığından qız çıxıbmış başqa yerə, oradan götürdülər, getdilər. Öz razılığından gəldi, buraya nəfəslərinə burada stol açıldı. Orada gedilər, içdilər, dırnasın peşinə. Sonradan orada bir gün mü, 2 gün mü qaldı, sonra bizim evimizə getdilər, elə mi burada? Sonra biraz keçdi, buna intihası gələndə də biraz yemək içmək qayırmışdı da buna, təzə gəlindi. Sonradan biraz keçdi, buna yaxşı toy elədik. Sonra toydan sonra elə bir El adəti ilə toy elədik. musiqiçiləri çağırdı. Musiqilər çağırdı, toy elədik. Ay sağ ol. Sonradan biraz keçmişdi, möhlüt də verdim. Allah tərəfindən adamlar çağırdım. Kəbin kəsdirdiniz. Hə, yemək, zat belə oxuydu, möhlüt verdim, yemək içmək qurban olsun, bunu da elədik, hə. Bunu da elədik. Yemək də verdik, içmək də hər şey elədik, bu gəlirlər. Yəni söyünə. Sən ki, mənim bircə dənə oğlum var, razından 3 dənə oğlum tərəf olur. Özüm bilməzsən, dərmən içməmişəm, əsirəm, xəstəyəm. Şəkər xəstəsi. Hə, əsirəm. Sakitləş. Ana üçün çətindir. Bir evdən bir gəlinin getməyi ana üçün dərddir. Bilirəm. Bütün günü fikirləşirəm. İntihası mənim uşağım müalicələr eləməyə gəlib. Bizə də nə oğlum var. Bunun adını da yuxu vasitəsindən qoymuşam. Yuxumda deyilir. Mazahir adını. Özüm qərib insanam. Ağır insanam. Qonşu tanımıram. Heç kim tanımıram. Bu qonşulardan başqa mən adam tanımıram. Çünki qəribəm, heç araya çıxmamışam. Gəlib burada durmuşam. İntihası sən də bilərsən, mən İntihası bir yerin qızı deyiləm, İntihası bir yer yaraşanı deyiləm. Sən bilmirsən, qonşular bilir, şahid gəlmədi. Mən gəlmədə danışıb, bərk gedən. Dedim, sən nəsən, mən hardanam gəlmişəm.